Eyni zamanda enerjiyə qənaət hərəkatı həm də ekoloji məsələlərlə bağlı olduğuna görə COP hərəkatının da bir vasitəçi, belə deyək, köməkçi istiqaməti hərəkatı hesab olunur. Buna görə də ölkəmiz üçün də bu məsələ olduqca önəmlidir. Təsadüfi deyil ki, Azərbaycan da bu konfransda Energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur. Elə konfransın birinci hissəsində, birinci panel iclasda Azərbaycanlı nazir çıxış etdi. Ölkəmizdə yaşıl enerji istehsalı ilə bağlı ətraflı məlumat verdi və bildirdi ki, hazırda Azərbaycanda 2 yaşıl enerji zonası fəaliyyət göstərir ki, bunlardan da biri məhz işğaldan azad olmuş ərazilərimizdədir və xüsusi olaraq önəm daşıyan fakt ondan ibarətdir ki, bu yaşıl enerji zonası özünün istehlak etdiyindən daha çox yaşıl enerji istehsal edir. Bu isə o deməkdir ki, Azərbaycanın işğaldan azad olmuş əraziləri yaxın gələcəkdə dünyanın digər bölgələrinə yaşıl enerji ixracatçısına çevrilə bilər. Eyni zamanda Qara Dəniz vasitəsilə Azərbaycanın Avropaya yaşıl enerji ixracı layihəsi ətrafında da fikir mübadiləsi aparıldı və beynəlxalq ekspertlər bunu çox yüksək qiymətləndirdilər. Həm də Azərbaycanın həm ənənəvi enerji resursları ilə, həm də yaşıl enerji vasitəsilə qoca qitənin enerji təhlükəsizliyində oynadığı rol da yüksək qiymətləndirildi.